11-ci fəsil. İnsan nədir? Bioloji varlıqdan şuurlu mənə doğru. İnsan haqqında verilən ən sadə cavab onun bioloji varlıq olmasıdır. O, hüceyrələrdən ibarət orqanizmdir. Genetik kodla idarə olunur və təbiətin qanunlarına tabedir. Lakin bu izah nə qədər doğru olsa da kifayət etmir. Çünki insan yalnız yaşayan sistem deyil, o öz varlığını dərk edən sistemdir. Məhz bu xüsusiyyət insanı digər canlılardan fərqləndirir və insan nədir sualını sadə bioloji izahdan çıxararaq fəlsəfi, psixoloji və metafizik səviyyəyə yüksəldir. Qədim düşüncədə insan modeli. Qədim sivilizasiyalar insanı yalnız fiziki varlıq kimi qəbul etmirdi. Misir düşüncəsində insan çoxqatlı sistem kimi təsvir olunurdu və onun fiziki bədənlə yanaşı həyat enerjisi və şuur elementi olduğu qəbul edilirdi. Antik fəlsəfədə də bu yanaşma davam etmişdir. Plato insanı bədən və ruhdan ibarət sistem kimi izah edərək ruhu daha yüksək reallığa bağlı hesab edirdi. Aristotel isə insanı rasional varlıq kimi müəyyən edərək onun düşünmə qabiliyyətini əsas fərq kimi göstərirdi. Stoik düşüncədə isə insan kainatın ayrılmaz hissəsi kimi qəbul edilir və onun daxili nizamı ilə kosmik nizam arasında əlaqə qurulurdu. Bu yanaşmalar göstərir ki, insan anlayışı tarix boyu çoxqatlı və kompleks şəkildə dərk edilmişdir. Özünü dərk etmə fenomeni. İnsan yalnız yaşamaqla kifayətlənmir. O, özünü müşahidə edir, davranışlarını analiz edir və qərarlarının səbəblərini araşdırır. Bu qabiliyyət psixologiyada metakognitiv düşüncə kimi tanınır. İnsan yalnız düşünən varlıq deyil, o, düşüncəsini dərk edən varlıqdır. Bu xüsusiyyət insanı sadə bioloji sistemdən ayıraraq şuurlu varlıq səviyyəsinə yüksəldir. Bioloji əsas və onun sərhədləri. Müasir biologiya insanın fiziki quruluşunu geniş şəkildə izah edir. İnsan bədəni trilyonlarla hüceyrədən ibarət kompleks sistemdir və genetik kodla idarə olunur. Charles Darwin insanın təkamül yolu ilə formalaşdığını göstərmişdir. Bu yanaşma insanın təbiətin bir hissəsi olduğunu təsdiqləyir. Lakin bu izah onun bütün xüsusiyyətlərini açıqlamır. Çünki bioloji proseslər insanın mən hissini tam izah edə bilmir. Beyin və şuurun paradoksu. İnsan beynində milyardlarla neyron fəaliyyət göstərir və bu neyronlar arasında mürəkkəb əlaqələr mövcuddur. Lakin əsas sual hələ də açıq qalır. Bu fiziki proseslər necə olur ki, subyektiv mən hissinə çevrilir? Bu problem müasir elmdə tam həll olunmamışdır və şuurun yalnız bioloji mexanizmlərlə izah edilə bilməyəcəyini göstərir. Psixolojik struktur. Psixologiya insanı daxili strukturlar sistemi kimi izah edir. Sigmund Freud insan psixikasını instinktiv impulslar, şuurlu idarə etmə və sosial dəyərlər arasında balans kimi təsvir edirdi. Carl Jung isə insan şuurunun yalnız fərdi deyil, kollektiv strukturlarla da əlaqəli olduğunu irəli sürürdü. Bu yanaşmalar göstərir ki, insan daxili olaraq çoxqatlı və kompleks sistemdir. Mən anlayışı. İnsan həyatında ən fundamental suallardan biri mən kiməm sualıdır. Bu sualın cavabı sadə deyil. İnsan çox vaxt özünü bədəni, düşüncələri və ya emosiyaları ilə eyniləşdirir. Lakin bu elementlərin hamısı dəyişkəndir. Bədən dəyişir, düşüncələr dəyişir, hisslər dəyişir. Buna baxmayaraq, insan özündə dəyişməyən bir mən hiss edir. Bu isə göstərir ki, həqiqi mən dəyişən elementlərin cəmi deyil. Reallığın nisbiliyi və insan. Müasir fizika göstərir ki, zaman və məkan müşahidəçidən asılı olaraq dəyişə bilir. Albert Einstein bu yanaşma ilə reallığın sabit və dəyişməz olmadığını ortaya qoymuşdur. Bu baxımdan insan sabit mərkəz deyil, o dinamik sistemin bir hissəsidir və bu sistem daxilində mövcuddur. İnsanın yeni izahı. Bu mərhələdə əsas sual belə formalaşır. İnsan yalnız bioloji mexanizmdirmi, yoxsa daha geniş sistemin bir hissəsidir? Biologiya onun quruluşunu izah edir. Psixologiya davranışlarını analiz edir. Lakin özünü dərk edən mən bu izahların tam daxilində yer almır. VM-lə insan modeli. VM konsepsiyası insanı daha geniş sistem daxilində izah edir. Bu yanaşmaya görə insan yalnız maddi bədən deyil, o informasiya qəbul edən və emal edən sistemdir. Bu modeldə bədən vasitə, beyin emal sistemi, şuur isə əlaqə və dərk mexanizmi kimi çıxış edir. Bu isə belə nəticəyə gətirir. İnsan həm sistemin bir hissəsidir, həm də onu dərk edən nöqtədir. Fəlsəfi nəticə. Bu başlıqdan çıxan əsas nəticə ondan ibarətdir ki, insan yalnız bioloji varlıq deyil, o çoxqatlı və kompleks sistemdir və mən anlayışı bu sistemin ən dərin səviyyəsini təşkil edir.
Bu yanaşma qədim fəlsəfi fikirlərlə uyğunlaşır, müasir psixologiya ilə dəstəklənir və elmi ilə dini baxışları vahid xəttə birləşdirir. Yeni baxışın mahiyyəti. İnsan nə bədənlə, nə düşüncə ilə, nə də emosiyalarla tam şəkildə izah oluna bilər. O, bütün bu elementləri yaşayan və müşahidə edən varlıqdır. Bu isə insanı sadə bioloji sistemdən çıxararaq şuurlu varlıq səviyyəsinə yüksəldir. Nəticə. İnsan kainatın ən mürəkkəb və ən dərin strukturudur. O, həm maddi dünyaya bağlıdır, həm də onu aşan xüsusiyyətlərə malikdir. Elm onun bədənini izah edir. Psixologiya daxili dünyasını araşdırır. Fəlsəfə isə onun mahiyyətini soruşur. VM konsepsiyası isə bu yanaşmaları birləşdirərək belə nəticəyə gəlir. İnsan yalnız yaşayan varlıq deyil. O, öz varlığını dərk edən və bu dərk vasitəsilə reallığı anlamağa çalışan şuurlu sistemdir.